adını yaxınlığından axan Parağaçay çayından alıb. Bu çayın adı isə Parağa kəndindən gəlir və Parağa kəndindən axan çay mənasını verir. ...69-cu ildə orta məktəbi qutarandan sonra bura iş fəaliyyətinə başlamışam və buradan hərbi hissəyə yollanmışam. Hərbi xidmətim başa çatandan sonra 1974-cü ildən burada yaşayıram. Mədəndə fəaliyyət göstərmişəm. Buranın, mədənin mən gələndə hardasa bir 1000-ə qədər fəhləsi vardı. Bura mənim ana vətənim kimindir. Mənim uşaqlarımın hamısı burada doğulub, burada böyüyüblər. Burada qızlarıma bu həyətdə toy eləmişəm. Ona görə də bura mənim ana vətənim kimindir. Mənim kətdə də düz ata ocağım var, orada qardaşım yaşayır. Mənim də orada bağımzadım vardı. Ancaq buranı buraxıb keçmək istəmirəm. Ömrümü bura sərf eləmişəm mən. Buranın havası, buranın suyu, buranın dağları, gözəlliyi. Mən çöl adamıyam, mən gedirəm pəncər yığmağa, belə gəzirəm, qışlarım, qollarım açılır da, qoca kişiyəm, neyəcəm bundan sonra? Yoldaşım 14 ildir rəhmətə gedib, yayda nəvələrimlə belə qışda da tək gedirəm, gah Bakıya gedirəm, gah burada qalıram. Əkinçiliklə məşğul oluram, kartof əkirəm, xiyar pomidor əkirəm, göyərti əkirəm, qızım belə. Yayda da nəvələrim gəlir, ondan istifadə edirlər. Çox gözəl münbit torpağı var buranın. Gözəl bar verən torpağı var. Parağaçay qəsəbəsi adi kəndlərdən fərqli olaraq təbii şəkildə formalaşmayıb. 1939-cu ildə molibden yatağının işlənməsi üçün qurulub. Yəni, bu qəsəbə insanların yaşayış ehtiyacından deyil də sənaye və strateji məqsədlər üçün qurulub. Hal-hazırda isə burada yaşayış səviyyəsi azdır. Demək olar ki, 5-6 ailə yaşayır. Yuxarıda da paşolkamız vardı. Orada da yaşayış məntəqəsi vardı. Hər 6-cı gün burada avtobuslarla işdən sonra fəhlələri kətlərə, yaxın kətlərə yola salırdılar. Burada klub fəaliyyətimiz, 2-3 dənə mağazin, çayçılarımız, tansibu plaşatka vardı burada. Hər millətdən ruslar, belə qazaxlar, burada çox millət yaşayırdı. Bu vaxta qədər də indi artıq 1992-ci ildən sonra burada mədənin fəaliyyəti dayanıldı və cəmaət buradan köç elədi kətlərə. Parağaçay qəsəbəsi 4 fəsli özündə birləşdirən təbiəti ilə tanınır.